Herkese salam. Bugün sizlərə Benfunding Fond şirkəti haqqında ümumi və geniş məlumat verəcəm. Mənə ən çox verilən suallar əsasən bunlardır ki, bu platforma nədir, hansı imkanları var, şərtlər və qaydaları necədir, hansı bazarlarda ticarət etmək mümkündür və platformanın ümumi arayüzü necədir? Bu videoda bütün bu suallara cavab verəcəm və platformanı sadə və aydın şəkildə izah edəcəm. Xüsusilə də yeni başlayanlar üçün mümkün qədər başa düşülən formada danışacağam ki, onlar üçün də aydın olsun. Əgər hesab almamışdan əvvəl platformanı tanımaq istəyirsinizsə, bu video sizin üçün də kifayət edəcək. İndi isə keçək birbaşa platformanın özünə və detallara baxaq. İlk öncə challenge-lardan başlayaq. Aşağı indiyimiz zaman burada görsənir 5K-lıq, 10K-lıq, maksimum 100K-lıq hesablar mövcuddur burada. 2 fazalıdır. Birinci fazada 9%, ikinci fazada isə 4.5% qazanc əldə etməlisiniz ki, challenge-ı keçəsiniz. Məsələn, 10K-lıq hesabınız varsa $900 xeyrə keçirsinizsə, bu zaman birinci fazanı keçirsiniz. İkinci fazada isə 4.5%-dir. Gündəlik maksimum itki limiti 9%-dir. Gündəlik itki limiti isə 4.5%-dir. Leverage burada da qeyd olunduğu kimi 100-dür, yəni qaldıracınız 100-dür. Həftəlik olaraq, yəni 2 həftəlik periodlarla siz payout çəkə bilərsiniz. Burada da qeyd olunubdur. Vaxt limiti yoxdur. 1 günə də, 5 günə də, nə bilim 1 aya, 2 aya da istədiyiniz, yəni bu sizdən asılı olan bir şeydir. Hesabı keçə bilərsiniz. Vaxt limiti yoxdur, amma 1 ay ərzində siz hesabda əməliyyat açmalısınız. Yəni bu demək olar ki, bütün fond şirkətlərində var. 1 ay ərzində əməliyyat açmasanız hesabınız deaktiv ola bilər. Qazancınızın da 80% sizin olur, 20% isə şirkətin olur. Yəni bu da dediyim kimi bütün fond şirkətlərində var. Qiymətlərə baxdıqda isə məncə yetəri qədər uyğun qiymətli, yəni münasib qiymətlərdir. Yəni çünki bir çox fond şirkətlərində ucuz qiymətə hesablar satılır və insanlar buna aldanır. Sonra payout vaxtında problemlər yaşayırlar, ya gecikmələr olur, ya da ki nəsə bir bəhanə ilə fonu partladırlar. Ümumiyyətcə, yəni bütün əziyyətini yerlə bir eləyirlər. Ona görə yəni güvənilir şirkət seçməyə də üstünlük vermək lazımdır. Əlavə də nəsə problem yaşanarsa, live chatı, yəni 7/24 açıqdır. Nəsə ümid eləmirəm problem yaşayasınız, amma problem olsa belə tez bir şəkildə həll edə bilərsiniz. İndi keçək hesab növlərinə və challenge tiplərinə. Burada 2 hesab tipi var, yəni challenge tipi var daha doğrusu. Klassik və extended. Account type'larda isə normal və swing olaraq ikiyə bölünür. Klassik hesablardan danışsaq, bu daha çox FX, yəni forex traderlar və indekslərdə əməliyyat açanlar üçün uyğundur. Burada normal və swing olaraq ikiyə ayrılır. Normal hesablarda scalperlər, day traderlar əməliyyatlar aça bilərlər. Yəni bu onlar üçün uyğundur. Swing hesab isə swing traderlar üçün uyğundur. Yəni gündəlik əməliyyatları, daha doğrusu 3-4 gün əməliyyatı açıq qalanlar bu hesablardan istifadə edirlər. Extended challenge isə kripto traderlar üçün nəzərdə tutulubdur. Yəni bu challenge-da 140-dan çox kripto aləti mövcuddur. Birazdan hansılar olduğunu da göstərəcəm sizə. Extended hesab yalnız kripto üçün yox, həm forex-də əməliyyat açanlar da burada istifadə edə bilərlər. Yuxarıda da yazıbdır. Yəni həm kripto, həm də forex daxildir. Yəni bu hesabda normal olaraq tək tipi var, yəni swing tipi yoxdur. Zaten burada ehtiyac da yoxdur. Keçək yuxarıda çox qaydalardan danışmayacağam. Fakt hissəsində zaten bütün sualların cavabını tapa bilərsiniz. Bir dənə daxil olsun. Aha, burada dili də dəyişim, hətta bir neçəsinə baxaq. Məsələn, burada extended hesabı elə baxaq. Genişləndirilmiş, burada da yazılıbdır forex, metallar, enerji və indekslər daxil olmaqla ənənəvi alətlərlə yanaşı yüzlərlə kriptovalyuta cütlüyünə çıxış var. 7/24 ticarət, yəni kriptoda bildiyimiz kimi altı bazar da əməliyyat açmaq olur, amma bir çox fond şirkətində altı bazar əməliyyatlara icazə vermir. Bu challenge növündə altı bazar da əməliyyat aça bilərsiniz. Keçək başqa suallara baxaq. Burada məsələn yuxarıdakı suallara baxaq. Xəbər mübadiləsi edə bilərəmmi? Yəni xəbər ticarəti edə bilərəmmi? Burada açıq şəkildə yazıbdır. Başqa suala baxaq. Burada məsələn spiritlər və komissiyalarla bağlı. Burada şey də var. Demo aşağıda yazıb mənə komissiyasızdır. Yəni bunu ilk dəfədir görürəm. Yuxarıda demo hesaba daxil olub DX platformunu özünüzdə yoxlaya bilərsiniz. Yəni orada deyəsən əməliyyat da aça bilirsiniz. Yəni bunu ilk dəfədir görürəm, ona baxmamışdım buna.
Bu da maraqlı bir şeydir. Yoxlaya bilərsiniz, yəni saytına daxil olub. Daha sonra sizə indi simvollar hissəsini göstərim. Simvollara daxil olduğumuz zaman burada bütün pairləri görə bilərsiniz. Forex-ə aid olanlar, ekzotik kəşlər var, metallar var, kripto alətlərinə baxa bilərsiniz. Məsələn, BNB var, BTC var, Doge var, Ethereum var, XRP var, Solana var. Yəni burada demək olar ki, hamısı var. Axtarış bölməsindən də yuxarıdakı search hissəsindən də istədiyinizə axtarıb baxa bilərsiniz ki, istifadə etdiyiniz alət orada varmı? Platformalardan da qısa formada bəhs eləyim. 3 platforması var. MetaTrader 5, Ztrader və DXTrade. MetaTrader 5 yeni gəlmiş bir özəllikdir. Artıq MT5-də də əməliyyat açmaq olacaq. Hətta bir ay belə deyil gəldiyi. Yəni bu da bir ekstra rahatçılıqdır. Çünki çox adam MT5-dən istifadə eləyir əməliyyatlar açanda. Bunlardan da qısa formada danışdım. Çünki növbəti videoda Benfunding qeydiyyat videosu çəkəcəm. Orada platformaların daxilini də geniş şəkildə sizə göstərəcəm. Bugünkü video bu qədər. Əgər sizin üçün faydalı olsa, bəyənməyi və abunə olmağı unutmayın. Yeni kanaldır. Artıq yeni başlamışam mən də burada fəaliyyət göstərməyə. Ümid edirəm sizin üçün faydalı oldu. Növbəti videoda görüşənədək sağ olun.